Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 6-cı sualın izahını verəcəm. Gəlin bir yerdə başlayaq. Sualımız belədir ki, log sözü Sezar üsulu ilə şifrələnərsə, GZHP ifadəsi alınar. Eyni qayda ilə hansı söz birləşməsi şifrələndikdə belə bir ifadə alınır. Biz burada əvvəlcə sözü gedən qaydanı tapmalıyıq ki, görəsən hansı qayda ilə belə bir ifadə əldə ediblər. Deməli, baxırıq ki, hər bir belə deyək, simvola ayrıca yanaşmaq lazımdır. Birinci L simvoluna baxaq. L simvolundan Q hərfini alıblar da. Görək L-dan Q-nı necə alıblar? L buradadır, Q buradadır. 1, 2, 3, 4, 5. Aha, L-dan Q-ya K bərabər 5 açar sözündən gəliblər. K bərabər 5 ilə gəliblər. Yəni necə? Hər hərf özündən sonraki 5-ci hərflə əvəz olunur. Bir növ bu mənaya gəlir. Misal üçün, U-da yoxlasaq bunu. U gəlib Z ilə əvəz olunur burada. Baxaq görək biz o nəticəni əldə edirik. U buradadır. 1, 2, 3, 4, 5. Həqiqətən də gəlib Z hərfinə çıxır. Deməli, sözü gedən şifrələmə prosesi K bərabər 5 açarı ilə həyata keçirilib. Biz də burada bu simvol yığınını deşifrələməliyik. Yəni, nə edəcəyik bu halda? Əgər biz, bir dəqiqə bunu yazım buradan. Aha. Əgər biz şifrələnmə prosesi zamanı hər hərfi özündən sonraki müəyyən bir hərflə əvəz etmişiksə, yəni bu plusdur da, özündən sonra 1, 2, 3, 4 sayıb gəlib bundan əvəz eləmişik. Bu formada şifrələnmə prosesini aparmışıqsa, bunun əksi prosesində, yəni deşifrələmə zamanı isə bu Q-dan L-ya gələn zaman isə mənfiyə doğru gedirik də bir növ K bərabər -5 açarı ilə şifrələmə prosesini həyata keçirməliyik ki, həmin o simvolu əvvəlki halına qaytaraq. Ümid edirəm fikrim aydındır. Baxın, bu məntiqə əsasən gəlin bu söz birləşməsinin əvvəlki halını tapmış olaq. Deməli, nə edirəm? Bir dəqiqə mən buradan hərfləri götürüm. Aha. İndi baxaq, birinci hərflə baxaq. Deməli, M hərfindən başlayıram. M hərfindən özündən əvvələ 5 hərf sayaq. Bax, 1, 2, 3, 4, 5. M hərfi gəldi H hərfinə. Deməli, M H hərfindən əvəz olunur. İndi F hərfinə baxaq. F buradadır. 1, 2, 3, 4, 5. F hərfi A hərfindən əvəz olundu. İndi U hərfinə baxaq. U hardadır? U buradadır. 1, 2, 3, 4, 5. U hərfi P hərfindən əvəz olunur. Bu U yenə P hərfi olacaq. D hərfi isə hardadır? D hərfi buradadır. Baxın, 1, 2, 3, 4 və Y hərfinə gəlib 5 olmuş olacaq. Yəni, görürsünüz ki, deşifrələmə prosesi zamanı, əgər şifrələmə prosesində irəli gedirsənsə, deşifrələmədə əksinə gedəcəksən. Yəni, geriyə doğru gedəcəksən ki, əvvəlki sözü tapmış olasan. Deməli, ilk sözümüz olacaq hərfi. Buna əsasən A, B getdi. Baxın, görürsünüz ki, yerdə qalan variantlarda ikinci hissə fərqlidir. Yəni, buradan biz hər hansı bircə dənə simvolu tapsaq, elə cavabı əldə eləmiş olacaq. Gəlin elə, buradan ilk biz simvolu tapaq. G hərfi görək nə ilə şifrələnib. G buradadır. 1, 2, 3, 4, 5. Baxın, gördünüz, gəlib B hərfinə çıxmış oldu. Deməli, ikinci sözümüz B hərfi ilə başlayacaq. Buna əsasən cavabımız olacaq D variantı. Ümid edirəm ki, fikrim aydındır. Bu qədər. Sağ olun.